Yeni dövrün uşaqları Pavlovun içinə dönüblər. Valideyn deyir ki, mənim həyatımın bir dənə məqsədi var, uşağım xoşbəxt olsun. Valideyn özü bədbəxtdir. Fərqində deyilsiniz, amma uşağınızı sizin özünüzdən alır. Pornoqrafiyanın ortalama ilk baxış sayı, yəni ilk hansı yaşda baxırlar? 11 yaşdır. Uşağın ekran məruzəti 30% artması nitq geriliyi riskinin 49% artmasına gətirib çıxarır. Daha ali dəyərlər, beyin funksiyaları, yaddaş, intellekt, diqqət, hamısını qoyuram bir kənara. Telefon həm qaçış vasitəsidir, həm mükafat vasitəsidir. Sevdiyi adamın xəyalı ilə o qədər vaxt keçirmirlər, adamlar telefonu ilə o qədər vaxt keçirirlər. Rami bəy, yox, doktor. Doktor salam. Əvvəl Rami bəy deyim, sonra doktor deyim. Çünki doktor xitab. Doktor salam, hər vaxtınız xeyirli olsun. Necəsiz? Təşəkkür edirəm ki, gəlmisiniz bizim proqramımıza. Buyurun, sizə işləyib təəssüratlarınızı, ilkin təəssüratlarınızı, burada olmağın təəssüratlarını bizdən paylaşasınız. Salam. Həyəcanlıyam. Gecə az yatmışam. Ona görə biraz impulsivəm. İnşallah yaxşı olar. İlk təəssüratım bunlardır. İndi gedişata görə baxaraq da nə olacaq? Tamam. O qədər gözəl mövzu seçmişik ki, bu gün Azərbaycanda hamının ailəsində uşaq var və ona görə də elə biz bu istiqamətdən başlamağımız mən düşünürəm ki, çox böyük bir auditoriyaya təsir edəcək. İlk olaraq elə mən soruşmaq istəyirəm. Ümumi bir yanaşma eləyək. İnsan və telefon əlaqəsi. Müasir dövrdə insan və telefon əlaqəsi nədir? Və ümumiyyətlə nə deməkdir? İnsan və telefon qarşılaşdıraq və sizin dilinizdən eşidək. Məncə müasir dövrdə insan və telefon əlaqəsindəki və artıq çıxıb ortalıqdan. Yəni insan telefonla iç-içə girib, insan telefonla çulğalaşıb. İndi o sözü də nadir hallarda işlədirəm. İnsan telefonla bir bütün halına gəlib. Yəni bir ara bir müsahibədə bir şey demişdim. Deyirdim ki, müasir insan təkamül edib, müasir insana çevrilmişik biz. Müasir insanın nəyi var? Başı var, iki əli var, iki ayağı var, bir dənə telefonu var. Yəni telefon bizim orqanımızdır artıq. Həyatdakı az qalan insanlar həyat yoldaşı ilə uşağı ilə o qədər vaxt keçirmirlər. Həyatdakı heç bir predmetlə, heç bir obyektlə, heç bir subyektlə o qədər vaxt keçirmirlər. Sevgilisinin, sevdiyi adamın xəyalı ilə o qədər vaxt keçirmirlər. Adamlar telefonu ilə o qədər vaxt keçirirlər. Bəs nə deyim, bu telefonda nə var ki, çəkir insanlarda? Yəni bu mən özümüzə də çox maraqlıdır, bəlkə sizə də maraqlıdır ki, nə bu telefonda nə var? Yəni bal tökməyiblər bu telefondakı insanlar belə. Nədir bu telefonu cəzb edən insana? Yəni nə var orada? Bu sualın cavabını özü bir yarım saat söhbətdir. İndi mən qısa konkret deyim. Çox şey var. Çox nümunə var. Məsələn, telefon həm qaçış vasitəsidir. Həm mükafat vasitəsidir. Həm sosial əlaqə vasitəsidir. Bu sosial əlaqə dediyim sosial əlaqədir, dırnaq içərisindədir. Əslində bu sosial məhdudiyyət deməkdir. İndi biraz ifadə edeyim də, məsələn, telefon qaçış vasitəsi dedikdə nəyi nəzərdə tuturam? Məsələn, müasir dövrdəki həyatımız çox stresslidir. Yəni çox bəsitdir. Buradan indi çıxıb yəqin evə gedəcəksiniz. Evə gedib ümumi yəqin nəqliyyat vasitələrindən istifadə edirsiniz. Orada nəqliyyat vasitəsini gözləmək, onun gec gəlməyi, tez gəlməyi, minmək, oradakı basa-bas, insanlar arasındakı münasibətlər, dilxorçuluq, taksi çağırdıqsa o taksinin gəlməyi, taksinin o tıxacda qalmağı, bunlar hamısı stresslərdir. Hələ buraya iqtisadi stressi, maliyyə durumunuz, ayın axırını necə çatdıracağam. Yəni yenə telefona girirsiniz, telefonda görürsünüz ki, ayda təzə iPhone çıxıb, niyə onda var, məndə yoxdur. Bunlar hamısı stressdir. İnsan stressdən qaçmağa çalışır. Telefon qəşəng bir stressdən qaçış yoludur. Amma telefonda da çox stresli şeylər var da, yəni təbii ki. O məzmunu özümüzə uyğunlaşdırmalıyıq. O necə tənzimlənir bəs? Onsuz da bunu uyğunlaşdıranlar artıq siz olmursunuz. Bunu sosial şəbəkələrin rəhbərləri uyğunlaşdırırlar. Özünüz məndən qat-qat yaxşı bilirsiniz. Alqoritmləri qat-qat yaxşı bilirsiniz. Hansı şey siz çox baxırsınızsa, ancaq onu sizin qabağınıza gətirirlər. Stressdən həm uzaqlaşdırır sizi. Yəni burada bir nümunə deyim, məsələn, mənim yadıma gəlir ki, Lənkəranda işlədiyim dövrdə mən futbola baxma müddətim artmışdı. Mən normalda futbol qədər izləyən adam deyildim. Niyə? Çünki oradakı stressim o qədər çox idi ki, stressdən qaçmaq üçün futboldan istifadə edirdim. İndi başqa bir nümunə deyim. Bu stressdən qaçmağına yanaşı bir də mükafatdır. Bizim beynimizdə dopamin dövrələri var. Və biz bir şey sevindiyimiz vaxtı oradakı neyronlar birdən-birə aktivləşirlər və çoxlu dopamin sekresiya edirlər, ifraz edirlər və biz xoşbəxt oluruq. Və motivasiya mənbəyimizdir. Telefon o dopamin dövrələrini tez-tez aktivləşdirir. Axı telefonda, yəni telefon istifadə edincə xoşbəxt olan nə olur da? Yəni telefonda
Məsəl üçün mən özüm telefonla necə istifadə edirəm? Sosial şəbəkələrə girirəm, görüm nə paylaşıblar insanlar və bu məni heç xoşbəxt eləmir də, sadəcə vaxtım gedir. Yəni okey, burada xoşbəxtlik deyəndə, yanlış. xoşbəxtlik sizin nəzərdə tutduğunuz xoşbəxtlik, mən nəzərdə tutduğum xoşbəxtlik eyni deyil orada. Yəni mən sizin nəzərdə tutduğunuz xoşbəxtlik həqiqətən də vau, belə sevinməkdir. Biz təbii ki, hər paylaşımı görən kimi papağımızı göyə atmırıq da. Amma burada xoşbəxtlik dediyimiz daxili qısa müddətli həzzlərdən söhbət gedir. Bu olub. Bu da olub. Falan yerdə bu da olub. Bunlar qısa həzzlərdir, kiçik həzzlərdir. Və qorxulu olan da bunlardır onsuz da. Və məncə vəziyyət daha pis yerə doğru gedir. Çünki əvvəl YouTube-da uzun videolar vardısa, artıq YouTube Shortslar çıxıb, daha qısa müddətli tez həzz verən vasitə. Instagramın Reelsləri var, daha qısa müddətli tez həzz verən şeylər. Sabahı insan telefonu, telefonlu insanı, insanlı telefonu necə görürsünüz? Yəni bunların arasındakı münasibət necə olacaq? Və yaxud da necə planlaşdırırsınız da? Yəni necə düşünürsünüz ki, sabah insan və telefon? Məncə vəziyyət o qədər ciddi hala alıb ki, artıq ciddi qurumlar məsələyə müdaxilə eləmək niyyətindədirlər. Yəni proqramlar təşkil edirlər. Yəni qısaca belə deyim. Baxın, sizə bir-iki dənə fakt deyim. Çox uzağa getməyim. Məsələn, uşaqların telefon istifadəsi əvvəllər daha çoxdur, yoxsa indi daha çoxdur? İndi təbii ki. İndi daha çox. Telefon yox idi onsuz. Əvvəl telefon çoxdur. İndi telefon olduğu dönəmi də nəzərdə tutun da, knopkalı telefonlar olan dönəmdə. Qaraskop telefonlarla. Yəni o da telefondur nəticə etibarilə. Uşaqların telefon istifadəsi artıb. Rəqəmsal dünyaya girişləri artıb və həddən çox ekrana məruz qalırlar. Paraleldə uşaq inkişafı xəstəliklərinin statistikasına baxanda, CDC-nin statistikasına baxanda görürük ki, ilbəil uşaq inkişaf xəstəlikləri də artır. Hamısı telefona görədir. Bunun hamısı telefona görə deyil, amma əhəmiyyətli səbəbi telefona görədir. Bunu hardan bilirik deyə soruşa bilərsiniz. Bununla bağlı tədqiqatlar var. Məsələn, Norveçdə aparılan bir tədqiqatda göstərmişdilər ki, uşağın ekran məruzəti 30% artması nit geriliyi riskinin 49% artmasına gətirib çıxarır. Təkcə ekran məruzətinin artması. Və ya başqa bir şey deyim. Autizmli bir uşaq reabilitasiya almışıq. Psixoloq, logoped ondan işləyir, sosial kontaktını artırırıq, telefonunu kəsmişik, əla inkişaf var. O dönəmdə telefonu birdən onun həyatına daxil edirik, inkişafı geriyə doğru getməyə başlayır. Çünki sosial aktivlik olmur, ancaq telefonun başını qatır. Bəli, bizim iki cür məşhur öyrənməmiz var. Bağışlayın, var sözünüzü kəssəm. İki cür məşhur öyrənməmiz var. Bir sosial öyrənmə var, bir də avtomatik öyrənmə var. Sosial öyrənmə nədir? Məsələn, biz indi söhbət edirik və bir-birimizin sərhədlərini öyrənirik. Və söhbət davam edəcək, artıq o sərhədləri daha yaxşı bələd oluruq və mən sizlə danışdığım vaxtda, ta ki, Ceyhunla danışdığım qədər rahat olmuram. Bilirəm ki, siz bu sərhədlərə daha çox diqqət edənsiniz. Bu sosial öyrənmədir. Bir də avtomatik öyrənmə var. Məsələn, uşaqların cizgi filmdən öyrənməsi kimi təkrarlanan şəkillər, görünən təkrarlanan görüntülər. İnsan biopsixososial varlıqdırsa, insan inkişafında bu sosial öyrənmənin çox ciddi rolu var və bu sosial öyrənməyə görə insan beyni inkişaf edir. Amma uşaq erkən dönəmdə bu sosial kontaktı zəif olanda, yəni daha çox mühitin içərisində yox, telefon, televizorun, ekranın qabağında böyüyəndə, təbii ki, sosial inkişafı yaşından geri olur. Sosial inkişafın yaşından geri olma xəstəliyin adı autizmdir. Necə olsa, doktor, siz gətirdiniz, autizmlə bağladınız və çox bu kontaktlı şəkildə oldu. Və orada bir ifadə işlətdiniz, ekran məruziyyəti. Bunu şəxsən özüm ilk dəfə də eşidirəm. Düşünürəm ki, izləyicilərimiz də bunu ilk dəfə eşidirlər. Onun haqqında bir məlumat verəsiniz ki, ekran məruziyyəti nədir? Orada bir saniyə o termini işlətdiniz və ondan sonra daha ətraflı istəyirəm ki, hamıya maraqlı gəlir ki, ekran məruziyyəti nədir? Və ümumiyyətlə ekran məruziyyəti deyəndə nə başa düşməliyik? Bizə nə başa düşülür? Elə bir ki, danışan vaxtı bir yerdə hiss elədim ki, telefonların haqqında çox giririk. Çünki ancaq telefon günahkar deyil. Telefon yanaşı artıq planşetlər var və ya televizor var. Yəni bunların hamısını ümumi şəkildə ifadə eləsək, yəni bu texnologiya vasitələrinin hamısını ümumi şəkildə ifadə eləsək, onların bir ekranı var və ekranına baxan uşaq ora kilitlənir qalır, kilidlənir orada qalır. Ona görə bu ifadəni adına ekran məruzəti, yəni screen exposure deyirlər. Bu yeni termindir, yoxsa hardasa biz yəni elm üçün yeni sayılır, amma mənim icad elədiyim bir termin deyil, yəni bunu zəmanətini verə bilirəm. Ekran məruziyətinin ümumi bir anlayışını siz dediniz, amma onun bir psixoloji tərəflərini öyrənmək istəyirik. Yəni ekran məruziyətinin psixoloji tərəfləri, uşaqlara təsiri və doğuracaq fəsadlar və bundan çıxış yolları nələr var? Onlar
çox maraqlıdır ki, yəni bu dəqiqə hamının evində gedəndə biz gedirik görürük ki, uşaqlar əlində 2 dənə uşaq var, telefon, hətta planşet, yəni əllərində hər cür vasitə var. Hətta artıq siz televizorda qeyd etdiniz az əvvəl, amma bu gün uşaqlar televizora belə baxmırlar. Çünki o televizora belə baxmaq hardasa bir aktivlik kimi gəlir. Ondan sonra hardasa oturub bir telefona baxmaq daha yaxşı olur. Yəni bu ümumiyyətlə bununla bağlı bir ümumi məlumat verərsiniz ki, fəsadları nədir? Bizim nə kimi çıxış yollarımız var? İnsanın çox bəsit 3 ehtiyacı var. Çox bəsit 3 ehtiyacı. Sizcə nədir? Yemək yemək, ayaqla getmək, bir də yəni bir qidalanma, ayaqla bunun nəticəsində bir həzm prosesidir. 2 yatmaq. Doğrudan yatmaq. O qədər yatmırıq. Heç o ağlıma ehtiyac kimi gəlmir mənə hətta o dərəcədə. Bir də yetkin insanın bir də seksual ehtiyacı var. Bəli. 3 dənə təməl ehtiyacımız. Hələ şey demirəm də, daha ali dəyərlər, beyin funksiyaları, yaddaş, intellekt, diqqət, hamısını qoyuram bir kənara. 3 dənə funksiyası var. Ekran mərkəzi üçünü də dağıdır. Bir gedək. Məsələn, dedim ki, qidalanmanı dağıdır. Bir də diqqət edin, müasir ailələrdə uşaqların çoxuna yemək vermək istəyəndə qabağına bir dənə telefon qoyurlar. Mən özüm hazır yemək yeyə, seriala baxa-baxa yemək yeyirəm. Yəni ki, uşaq. Böyüklər üçün də bunun təsiri var, kiçiklər üçün. Kiçiklər üçün lap pisdir, amma böyüklər üçün də təsiri var. Necə təsiri var deyim. Yəni insanın 2 cür doyumu var. Bir emosional doyum var, bir də metabolik doyum var. Emosional doyum nədir? Acmışam, aclıq hiss eləyirəm. Bir hissiyatım var. Yeyirəm, yeməyin dadını alıram. Və yedikcə artıq o dadla təmin olduğum vaxtı deyirəm ki, okey, mən doydum. Bu emosional doyumdur. Bir də metabolik doyum var. Metabolik doyum nədir? Tıxandım, dayı getmir. Telefonla ya da telefonla yox, başqa bir vasitə ilə, yemək yeyən vaxtı başqa bir şeylə məşğul olduğu vaxtı, kitab oxuduğu vaxtı da hətta pozulur bu. Kitab oxuduğu vaxtı diqqəti başqa bir şeydən olduğundan dolayı artıq qidalanma prosesini hiss eləyə bilmir. Emosional doyum orada dayanır, hiss eləyə bilmir də və yeməkdən nə vaxt əl çəkir? Metabolik doyuma çatanda. Bu da sağlam qidalanma deyil. Və ya bizdə bir söz var, deyir ki, biz səndən bir çörək kəsmişik, bir süfrə arxasına oturmuşuq. Bizdə bir süfrənin bir dəyəri var. O ailədə axşamlar adətən ata, ana, uşaqlar hamısı bir süfrənin kənarına oturur. Niyə? Çünki bu bir dəyər anlayışıdır, bir ritualdır. Və həqiqətən də ailənin içərisində bunu möhkəmləndirir bağları. Telefondan sonra o bağ da qalmadı ortalıqda. Çünki ata oturur, TikTokunu qoşur, qoyur qabağında. Ana oturur, TikTokunu qoşur, qoyur qabağında. Uşaq da sosial şəbəkədə, WhatsApp-da mesajlaşır, yemək yeyir. Bunlar eyni masanın ətrafındadırlar, amma nə qədər ətrafındadırlar? Nə qədər eyni masanın ətrafındadırlar? Ancaq fiziki olaraq. Yəni bu da ciddi problemdir. Qidalanma ilə bağlı hələ bu dediyim, yəni uşaqlar, yeni dövrün uşaqları Pavlovun içinə dönüblər. Pavlov adlı bir alim olub. O davranışın fiziologiyasını araşdıranda itlər üzərində təcrübə aparır. İti bağlayıb bir yerə, itə yemək göstərib, görür ki, itin ağzının suyu tökülür. Yemək göstərib ağzının suyu tökülür. Bu çox normal prosesdir. Biz də qəşəng yemək görəndə ağzımızın suyu tökülür. Sonra başlayıb nə etməyə? Hər dəfə itin qabağında bir dənə lampanı yandırıb, işığı yandırıb, sonra yeməyi göstərib, görür ki, itin ağzının suyu tökülür. Proses davam elətdirib. Yenə işığı yandırıb, yeməyə göstərib, itin ağzının suyu tökülüb. Sonra artıq yeməyi göstərməyə başlayıb. Lampa yanan kimi it fikirləşib, yəni indi yemək gələcək, başlayıb ağzının suyu tökülməyə. Yəni yeməyi görməmiş lampadan ağzın suyu tökülməyə başlayıb. Şərti refleks deyib onu. Uşaqlar niyə Pavlovun içinə dönüblər? Uşaqlara yemək vermək istəyəndə Tom and Jerry-ni, Maşa Medvedi qoyurlar, yeməyi qoyurlar, uşaq robot kimi ağzını açır. Vəziyyət o yerə gəlib ki, artıq ortada yemək yoxdur. O Maşa Medvedi gələndə uşaq ağzını açır ki, mənə yemək verdilər. Və bizim uşaqlarımız Pavlovun içinə dönüb təəssüf ki. Yəni qidalanmanı belə dağıtdı. O bilən deyim, yoxsa uzanır? Yox, deyin, çox maraqlı gedir. Yuxu necə dağıdıb? Ekranın işığı insanın bioloji yuxu ritmini pozur. Yəni, bir qrup adamlar ekrana məruz qaldığı vaxtı yata bilmirlər. Bir qrup isə tərsini deyir. Televizor, telefon olmasa mən yata bilmirəm. O məni yatsızdırır. Mənəm o. Amma o yuxu da keyfiyyətli yuxu deyil. Çünki beyninizdəki yuxu dalğalarını pozur. Yuxu da o qədər əhəmiyyətli bir şeydir ki, bir dənə kitab var, Why We Sleep kitabı, tövsiyə edirəm, yəni sizə də tövsiyə edirəm, oxuyun, əla kitabdır. Kitabın başlanğıcında belə bir şey yazmışlar. Deyirlər ki, yeni bir dərman, müalicə metodu kəşf olunub. Bu müalicə metodundan siz istifadə etdiyiniz vaxtı
yaddaşınızın pozulması, yəni demensiya riskiniz azalır, infarkt riski azalır, insult riski azalır, şəkərli diabet riski azalır, fit olursunuz, yəni daha formda qalırsınız, gözəl görünürsünüz, emosional durumunuz artır, depressiya riski azalır, həyəcan riski azalır. Nədir o müalicə? Yuxu. Sadəcə kifayət qədər sağlam yatmaqla. Bu yuxu pozulursa, bu deməkdir ki, o azalar dediyim hər şey artmış olur. Bir də üçüncü cinsəlliyi də pozan təbii ki, yenə telefon və ya sosial mediada olan pornoqrafiyadır. Nə əlaqəsi var? Əslində insan oraya baxıb daha da fantaziyalarını inkişaf etdirə bilərlər axı. Yəni məncə heç də pozmur. Əksinə daha da zənginləşdirir insanların yaradıcılığını. Yox, əslində tam tərsi. Erkən boşalmaya gətirib çıxarır, qeyri-sağlam cinsi vərdişlərin yanmasına gətirib çıxarır. İnsanın qarşıdakı obyekti cinsel obyektləşdirməyinə gətirib çıxarır. Yəni belə deyim, xüsusən də bu arada bilirsinizmi ya yox, son statistikada pornoqrafiyanın ortalama ilk baxış sayı, yəni ilk hansı yaşda baxırlar? 11 yaşdır. İlk dəfə 11 yaşda. Və 18 yaşa qədər kişilərin, oğlanların 93%, qadınların 62% pornoqrafiyanın tanış olmuş olur. Bir an statistik oxumuşdum, yəni dəhşətə gəlmişdim. Yəni internetdə olan bütün araşdırmaların 25% pornoqrafikdir. Yəni hər 4 axtarışdan biri porno ilə bağlıdır. Nədir insanların nə çəkir də? Bəlkə də o nəyisə biz əl çatmaz eləyəndə avtomatik maraqlı gəlir axı insanlara. Bəlkə o baxımdandır. Yoxsa nədir insanları çəkən seks orada? 11 yaş uşağın nə əlaqəsi var? Cinsəllik böyük həzmənməyidir. 11 yaşında hətta. Cinsəllik həmişə həzmənməyidir. 4 idi bu. Necə? 4 idi bu uşağı necə cinsəllik? Yəni hər şey bir yana, yəni cinsi əlaqəni də bir kənara qoyuram. Cinsi orqanın ətrafındakı sinir torunun geniş inkişaf eləməyi o orqanın ətrafını belə həssaslaşdırır. Ona toxunan uşaqlar belə adi uşağa, yəni çağa dövründə bir uşağın belə cinsi orqan ətrafına toxunanda bir qəribə olaraq reaksiya verir. Cinsəllik həzmənməyidir. Ona görə marketinqdə də həmişə deyirlər sex sells. Yəni seks satır. Uşaq erkən dövrdə hələ dəyərləri formalaşmadan, sərhədlərini ayırd eləmədən, səhvi düzü ayırd etmədən, sərbəst qərar vermə mexanizmi inkişaf eləmədən bu qədər çox pornoqrafiya ilə məruz qalması, iç-içə olması artıq ona gətirib çıxarır ki, sosial əlaqələri quranda qarşıdakı insana və ya qarşıdakı obyektə artıq realist baxa bilmir, cinsel obyekt kimi dəyərləndirə bilir. Erkən boşalmalar olur, qeyri düzgün cinsi münasibətlər formalaşır. Bu çox ciddi problemdir. Xüsusən bizim cəmiyyətdə cinsəllik ciddi problemdir. Ekran məruziyyətinin qarşısını almaq üçün biz nə etməliyik? Yəni bir də deyirəm, çıxış yolları nələrdir? Daha konkret danışsaq. Nümunələrlə, daha konkret şeylərlə. Okay. Burada uşağa telefon verilməlidirmi, verilməməlidir sualı verirsinizsə, sıxıntı məsələ ağ-qara deyil. Yəni uşaqlara telefon verilsin deyil, uşağa telefon qətiyyən olmaz deyil. Burada sıxıntı tənzimlənmədən olan yanaşmadır. Yəni uşağa telefonu necə gəldi, hər hansı bir tənzimləmə vasitəsi olmadan verilməsidir. Uşağın da bunu şuursuz formada ancaq içəri daxilindən gələn impulslarla idarə eləməsidir. Yəni uşaq istəyir və qurtalanır bundan. Bizim təklif elədiyimiz o deyil ki, yəni uşaq telefon vermir. Bununla bağlı Amerika Pediatriya Assosiasiyasının şeyləri var, normativləri var. 2 yaşa qədər ümumiyyətlə uşağa telefon olmaz, ancaq sosial ünsiyyət vasitəsi kimi olar. Yəni tutaq ki, əmisi ilə, dayısı ilə WhatsApp-dan görüntülü danışırsa, olar. Ekrana məruz qalsın. 2 yaşdan 6 yaşa qədər 1 saat, 6 yaşdan 12 yaşa qədər 1-2 saat aralığında, 12 yaşdan 13 yaşa qədər, 12-13 yaşdan isə daha yuxarı dönəmdə isə daha yüksək miqdarda tənzimlənərək verilə bilər. Amma əhəmiyyətli məqam nədir? Əhəmiyyətli məqam valideynin bunu tənzimləməsidir. Yəni, müddətə nəzarətin olmasıdır. İkincisi, girdiyi kontentlərə nəzarətin olmasıdır. Üçüncüsü, alternativ vasitələr təklif etmək lazımdır. Bizim valideynlər uzağa nə edirlər? Hər valideyn qeyri-həssas deyil ki, həssas valideynlər də var. Uşağın telefona girməsin. Aba, o telefonu qoy kənara. Yaxşı, sonra nə edəsin? Yoxdur alternativ. Otursun evin küncündə uşaq. Hə, uşaq da qalır. Amma mən girim də, valideyn girsin telefonla. Yəni, mən gəlib qıraqdan belə baxım atamın baxdığı telefonda nəyəsə. Bu nə qədər doğrudur. Çox ləzzətli bir yerə dəydiniz. Ən birinci valideyn özünü düzəltməlidir.
Yəni mən özüm telefon aslayamsa, TikTokda belə bütün gün oturanıramsa, necə uşağıma deyim, sən girmə. Mənə baxıb uşağım da deyəcək ki, mən də girirəm. Mən misalda mənim vaxtıma gəlib baxacaq daha pis. Yəni bu biraz şey oxşamır, o deyir ki, "Abala, çəkməyə bu zəhrim var, bu çox buna oxşayır da. Onun daha onlayn rəqəmsal forması. Onun daha müasir, daha trend variantıdır. Birinci olaraq valideyn özünü düzəltməlidir. İkincisi, tənzimləmələr qoymalıdır. Yəni müddəti tənzimləməlidir. 3. Kontenti tənzimləməlidir. 4. Alternativ fəaliyyətlər təklif eləməlidir. 5. Ümumi ritualları olmalıdır. Məsələn, tutaq ki, texnologiyadan azad günləri olmalıdır. Texnologiyadan azad məkanları olmalıdır. Nə demək istəyirəm? Yəni deyə bilər ki, məsələn, biz həftənin filan günü ya da ayda 2 günü texnologiyadan detoks günü elan edirik. Ümumiyyətlə istifadə eləmirik. Ancaq zəngə cavab veririk, zəng vururuq. Elə həyat olmaz axı. İndiki ailələr onu yaşaya bilərlərsə. Təbii ki. Oksigensiz kimi bir şey, oksigensiz qalmaq kimi bir şeydir əslində telefonsuz qalmaq görə. Bilirsiniz səbəb nədir? Səbəb odur ki, səbəb burada əsas sosial şəbəkələrdir. Niyə? Çünki bizim artıq 2 dünyamız var. Bir, hal-hazırda biz bir yerdə söhbət edirik, Elmar. Sizlə bir yerdə yaşadığımız real dünya var. Və mən bu real dünyadakı Ramiləm, siz bu real dünyadakı Elmarsınız. Bir də bizim virtual dünyadakı kimliyimiz var. Facebookdakı doktor Ramil Hüseynzadə var. Instagramdakı doktor Ramil Hüseynzadə var. Biz öz real dünyamızdan taviz verib, güzəştə gedib, virtual dünyamıza yatırım edirik. Və virtual dünyanı o qədər özümüzkiləşdiririk ki, özümüzü o qədər unudub, real özümüzü o qədər unudub, virtualı o qədər özümüzləşdiririk ki, deyirik ki, yox, onsuz mümkün deyil, o mütləq olmalıdır. Amma əsas bu deyə, buradakı real dünyadır. Bu da ən çox problem yaradır. Kimlərdə? Yeniyetmələrdə. Nədir ki, yeniyetmələrdə? Çünki yeniyetmə yeniyetmədən o keçid dönəmidir deyə ən həssasdır. Çanaq olan başında partlayır. 100%. Çünki yeniyetmə dönəmi ilanın dəri dəyişməsi, qabıq dəyişməsi kimi bir şeydir. Dünənə qədər bu uşaq idi. Dünənə qədər bunun gələcək qayğısı yox idi. Dünənə qədər ata-ananın sözünə müntəzəm riayət edən biri idi. Bədənində hormonları onun sözündən çıxmırdılar. Hər şey əla idi. Və birdən-birə görür ki, ilan qabıq dəyişən kimi bu da qabıq dəyişməyə başlayır. Hormonları artmağa başlayır, səsi dəyişməyə başlayır. Nə baş verir? Bir şəxsiyyət qazanmağa başlayır və deyir ki, mən artıq uşaq deyiləm. Bu içindəki uşağı öldürür də bir mənada. Onu öldürür və şəxsiyyət qazanmağa çalışır. Və bu dövrdə yeniyetmə özünü ən birinci öz ətrafına sübut etməyə çalışır. Kimə? Atasına, anasına sübut etməyə çalışır ki, mən uşaq deyiləm. Və özünün şəxsiyyətini ortalığa qoymağa çalışır. Sizcə şəxsiyyətini ortalığa qoymaq real həyatda daha asandır, yoxsa virtualda? Virtualda təbii ki. Mən istədiyim kimi özümü sosial şəbəkədə göstərəcəm. Bu dəqiqə 90% insan elədir. Realda başqa, sosial şəbəkədə isə tamam başqadır. İndi təsəvvür edin, yeniyetmə kimi beynin idarə funksiyası hələ zəif inkişaf eləmiş, amma hormonları kəllə tavan vuran, özünü sübut etməyə çalışan bir adam girir sosial şəbəkəyə. Və sosial şəbəkə sərhədsiz bir yerdir. Girir ora. Təbii ki, bu yeniyetmənin real mənliyinin, şəxsiyyətinin inkişafında problem yaranacaq. Çünki başqa bir dünyaya girir, keçid eləyir, orada onu tənzimləyən, sərhədini göstərən heç bir şey yoxdur, istədiyi kimi davranır. Şəxsiyyətin inkişafı bir mənada insanın öz sərhədlərini müəyyən etməsi deməkdir. Sərhədsiz mühitdə o sərhədlər müəyyən olmayacaq. Və Amerikan Scientific Mind American jurnalı idi, 2004 buraxılışı idi, 2001 buraxılışı idi. Belə bir məqalə buraxmışdı ki, deyir ki, biz qışqırdılmış yeniyetməliyin yaşandığı bir dövrdə yaşayırıq artıq. Çünki yeniyetmələr qışqırdırlar. Bir son. Yəni girir o sosial şəbəkəyə, istədiyi kimi qışqıra bilir. Sosial şəbəkənin verdiyi reklamlar nədir və bu marketinq reklamları nədir? Ancaq özün, sən özün, öz qərarını özün verə bilərsən. Həyatdan zövq al, həzz al. Başqası olma, kəndin ol, belə çox daha gözəlsin. Yəni bu mesajların içərisində təbii ki, o uşağın şəxsiyyətinin formalaşmasında problem yaranır. Hələ beyin funksiyalarını demirəm. Telefon istifadəsi diqqətin cəmlənməsini, diqqət konsentrasiyanı pozur. Yaddaşı zəiflədir. Yeniyetmələr, xüsusən yeniyetmələr, uşaqlara da aiddir, bu böyüklər də aiddir. O qədər qısa müddətli dopamin həzzi yaşayırlar ki, artıq uzun müddətli işlərə girmək istəmirlər. Yəni nə olurlar? Kəm hövsələ olurlar. Yəni burada oturub dərs oxumaq lazımdır. Mən bunu istəmirəm. Daha asan nədir? YouTuber olub pul qazanacaq. Bir də bunu eləyəcək, pul qazanacaq. Daha
bəsit, primitiv, qısa müddətli geri dönüşü olan işlərə yatırım edirlər. Böyük işlərə isə hövsələləri çatmır. Mən desəm ki, hər şeyin günahı sosial şəbəkədir, indi bu insafsızlıq olar. Və ya telefon ancaq zərər verir desəm, bu da insafsızlıq olar. Çünki texnologiya vasitələri bizim həyatımızı bir mənada rahatlaşdırırlar. Yəni biz texnologiya vasitələri ilə daha rahat hansı informasiyanı əldə edə bilirik, həzm edə bilirik, öyrənə bilirik, inkişaf edə bilirik. Başqa faktorlar da var. Yəni başqa faktorlar dediyim nəyi nəzərdə tuturam? Uşaq yetişdirilməsi ilə bağlı təəssüf ki, ölkəmizdəki ailələrdə gördüyümüz bəzi qeyri-sağlam yanaşmalar, müdaxiləsizliklər və ya anormal müdaxilələr bunlar da rol oynayır. Amma sosial şəbəkələrin rolu çox ciddidir. Sosial şəbəkə rahatlıqla bir adamı ulduz eləyib, rahatlıqla bir adamı linç eləyə bilir. Və yeniyetmə zaten onsuz da öz şəxsiyyətinin təsdiqini axtardığına görə ora gedir, şey eləməyə çalışır. Mən fame olum, hype olum. Hamı məni tanısın. Hamı məni tanısın. TikToker. Amma eyni zamanda sosial şəbəkələr ən qəddar yerlərdir. Yəni bir dənə sadə bir səhv buraxsan ki, normalda mən bunu mühitdə buraxsam, deyəcək ki, qardaş bunu eləmə, deyirsən ki, bağışladı, bir səhv elədim. Sosial şəbəkədə onu linç eləyərlər. İnsan arasında çıxarılmayacaq durması var. Sosial şəbəkələrdən, texnologiyadan, internetdən istifadənin sağlam vərdişləri aşılansın. Sağlam vərdişlərlə istifadə olunsun. Bu sağlam vərdiş genetik bir şey deyil, anadan gəlmə deyil. Mən doğulduğum üçün sağlam vərdişi bilirəm. Bunu mənə kimsə aşılamalıdır. Kimsə mənə öyrətməlidir. Və mənim kimi ki, uşaqlar, mənim kimi uşaqda bir uşaq əgər o dövrdə ayarsızdısa, yəni uşaq nə edir? Tort istəyir, hamısını istəyir. Anası nə deyir? Bu qədər olmaz. Çoxu sənə ziyan alacaq. Bu qədər istifadə elə. Sosial şəbəkədə də eyni tənzimləməni qoymalıdır. Və ya telefonda da eyni tənzimləməni qoymalıdır. Hə, telefondan istifadə elə, amma yemək yeyəndə yemək ye, amma sağlam yemək ye, düzgün miqdarda ye. Texnologiya istifadə edirsən elə, amma sağlam kontentdən istifadə elə və düzgün miqdarda istifadə elə. Məqsəd budur zaten. Bəs bu dediklərinizi doktor, valideynlər övladlarını aşılayacaq qədər nə qədər savadlıdır? Valideynlərdə bu rəqəmsal savadlığı və yaxud ekran vərdişləri savadlılığı artırmaq üçün nə etmək olar və yaxud da bunu artırmaq yolunda bir hansı tövsiyələriniz olar başlanğıc olaraq? Elmar, siz media adamısınız. Ölkədəki media savadlılığında vəziyyət necədir? Əlverişli deyil, amma istənilən halda nəsə o eləməyə çalışırıq ki, insanların media savadlılığı olsun və doğru xəbərlə yanlış xəbəri görə bilsin. Və biz bu günləri bu istiqamətdən götürüb bu eyni situasiyanı istəyirik ki, rəqəmsal variant tasalaqda. Yəni biz əslində silahdaşıq. Siz ikimiz də savadlılığı artırırıq. Siz media savadlılığını artırırsınızsa, biz ekran məruziyətini tənzimləməyə və texnologiyanın istifadə savadlılığını artırmağa çalışırıq. Bu üçün nə etmək lazımdır? Bu təkcə valideynlərlə olacaq bir iş deyil, səmimi deyim. Valideynlər olmasa olmayacaq işdir. Amma təkcə valideynlərlə olacaq bir iş deyil. Burada uşağın ən əhəmiyyətli sosial mühitlərin hamısı işə qoşulmalıdır. Yəni bağçalar, məktəblər. Çünki uşaq bəzən evindən çox məktəbdə vaxt keçirir. Evindən çox dedim, evdə daha ki 10 saat yatırsa, oyaq vaxtını daha çox məktəbdə keçirmiş olur. Onda biz müəllimləri də, təkcə valideynləri yox, müəllimləri də, tərbiyəçiləri də onlarda da bir fərqindəlik yaratmalıyıq. Onlara da izah eləməliyik ki, bu texnologiya vasitəsində hansı formada istifadə eləsin. Bununla bağlı kifayət qədər applicationlar var, kifayət qədər proqramlar var, kifayət qədər yanaşma metodları var. Bunları biz təbliğ eləməliyik ki, ay valideyn, sən çığır-bağır salmaqdansa hər dəfə, evdə qanqaraçılıq tökməkdənsə, uşağın döyməkdənsə, onun burnunu suyunu axıtmaqdansa, bu vasitələrlə nəzarət elə. Yəni deyirsən ki, uşağa bütün gün telefondasan, heç bilmirəm sən orada nə edirsən. Bu problemdir. Necə sən bilmirsən orada nə edir? Bildə bəs kim biləcək? Bəli, bu yaxınlarda şey olmuşdu, bir intihar hadisəsi olmuşdu. Bir yeniyetmə intihar eləmişdi. Süni intellektlə sevgiliymiş və intihar elədi. Valideyndən soruşurlar, deyir, mənim xəbərim yoxdur. Deyirlər, necə xəbərin yoxdur? Deyir ki, mən onun sərhədini hörmət elədiyimdən dolayı otağına girmirəm. Amma uşaq getdi əldən. Amma o doğru yanaşmadıq. Adam övladdan sərhədini qoruyur da getmir oradan. Yaxşı deyil ki. Hələ, baxın, sərhədlər qarşılıqlı razılıqla müəyyən olunur. Bizim valideynlər nə edirlər? Nəzarət eləmirlər. Nəzarət eləmək deyəndə gizli-gizli gedim telefonuna baxımı başa düşürlər. Və nəticədə valideynlə uşaq arasındakı bağ tamamilə dağılmış olur. Halbuki bəri başdan deyəndə ki, okey, mən sənə telefonu verəcəm 2 saat, 3 saat və bu proqramı sənə telefondan nəzarət eləyəcəm. Qarşılıqlı razılaşma. Ona da uşaq heç yerə girənməyəcək, öz istədiyi yerə girənməyəcək. Çünki bilir ki, kimsə ona nəzarət edir.
Onun da bir daxili dünyası artıq məhdudlaşmış olmayacaq sizcə? Əgər o daxili dünyası pornoqrafiyaya girməməklə məhdudlaşırsa, məhdudlaşsın da. Nə var? Pornoqrafiyada nə var ki? Yəni əgər bir adam özünü tanımaq istəyirsə, buna maraqlanmaq istəyirsə, bundan niyə istifadə eləməsin ki? Siz bu mövzunu çox müdafiə edirsiniz. Və sadəcə insanlar bəs inkişaf bəs deyirik ki, insanın təməl ehtiyaclarının biri də cinsəllikdir. Amma biz bunun qarşısını alırıq ki, yox, mənim uşağım onu eləməsin. Yəni biz nəsə öyrənməlidir də, bunu hardasa oxumalıdır da. Yəni oxumaq belə demirsə, bizə yaxşı videoya baxmasa, amma hardasa bunu oxumalıdır da. Bunun özü bir ayrı mövzudur. Yəni cinsi tərbiyə bizim ölkədə çox ciddi problemdir. Yəni biz cinsi tərbiyəni məhəllədə öyrənmişik, bizim nəsil. İndiki nəsil də telefonda öyrənir. Bu ciddi problemdir. Məhəllədə valideyn dedi ki, hardasa öyrənəcək, amma düzmü öyrənəcək, səhvmi öyrənəcək. Yəni bu ciddi problemdir. Yəni bu problemin həll yolu o biri problemi dəstəkləmək deyil də. Gəl bu problemi də həll edək, o problemi də həll edək. Və bununla bağlı ayrıca bir mövzu danışa bilərik. Yeni gəldi bura. Sağ olun, gətirdi, bura çıxartdı. Amma istənilən halda ekran məruziyətinə bağlı çox detallara toxundunuz. Təşəkkür edirəm doktor. Və ümumiyyətlə deyə biləcəyiniz hansısa bir qaldısa nəsə ekran məruziyətinə bağlı bir çağırışınız, hayqırışınız, valideynlərə bir səslənişiniz ki, yəni həqiqətən etməyin, eləməyin, durun. Elvar, birinci mən sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çünki həm qəşəng söhbət oldu, həm də çox əhəmiyyətli mövzu. Yəni bizim bu söhbətdən zövq almağımız bir yana, hər şey bir yana, bu cəmiyyət üçün, insanlar üçün, valideynlər üçün, uşaqlar üçün faydalı bir mövzudur. Yəni bu mövzunu işıqlandırmaq çox əhəmiyyətlidir. Ona görə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Valideynlərdən istəyim nə olacaq? Yəni çağırışım nə olacaq? Bununla bağlı bir məqalə yazmışdım, bir xəbər saytında da çıxmışdı və ona şey demişdim, rəqəmsal qara dəlik demişdim məqalənin adına. Çünki texnologiyanın elə bir qara dəlik funksiyası var, cəlb eləyir və aparır. Uşağın ən əsas 3 dediyim o yuxu, cinsəllik və qidalanma vərdişli pozduğu kimi beyin inkişafında pozur, şəxsi xarakterində pozur, şəxsiyyət xüsusiyyətlərində pozur. Dolayısıyla valideynlər fərqində deyilsiniz, amma uşağınızı sizin özünüzdən alır. O artıq bir nöqtədən sonra sizin uşağınız olmur, tamamilə başqa biri olur. O nöqtədə ayrılanda bəzi şeylərin geri dönüşü ya çox çətin olur, ya da qeyri-mümkün olur. Siz olun. Övladınızı yetişdirin, dəyər verin, sevin və yetişdirin. Təkcə sevmək və ya təkcə sevirəm demək kifayət eləmir. Və sevgi göstərmədən təkcə nəzarət edirəm, yetişirəm demək də kifayət eləmir. Çünki mən düşünürəm ki, hər bir valideyn uşağının sağlam bir fərd kimi formalaşmağını istəyir. Əgər valideyn özü sağlam deyilsə, necə sağlam uşaq yetişdirə bilər? Bu dərddir. Və bu zəncir belə davam edir. Bu böyük dərddir. Sayılarda sevgisiz uşaq böyümək məsələsi. Eynən. Yəni mövzu çox uzatmayım, bir nümunə deyim. Valideyn deyir ki, mənim həyatımın bir dənə məqsədi var, uşağım xoşbəxt olsun. Valideyn özü bədbəxtdir. O uşaq sonra böyüyür, valideyn olur, deyir ki, valideyn olmaq bədbəxt olmaq deməkdir. O uşaq da valideyn olur, uşağını xoşbəxt etmək üçün. O uşaq da böyüyür, bədbəxt olur, uşağını xoşbəxt etmək üçün. Nəticədə hamı bədbəxt olur, gedir, ortada bir dənə xoşbəxt çıxmır. Bu ciddi problemdir. Bir dənə bu maraqlı gəlir, onu soruşacağam. Müsahibənin başında siz dediniz, son olaraq onu soruşacağam. Müsahibənin başında siz demişdiniz ki, xoşbəxtlik insan hissi yaradır da sosial şəbəkələrdən istifadə eləmək. Biz bunu daha bir sağlam şəklə necə gətirə bilərik? Uşaqlarda xoşbəxtlik hissini telefonla artıq bunun çarəsini tapa bilmirik. Uşaqları telefondan ayıra bilmirik. Uşaqlara o xoşbəxtliyi telefonda necə verə bilərik? Əslində o xoşbəxtlik ifadəsi düzgün ifadə deyildi, indi səmimi danışanda. Yəni orada həzz daha düzgün ifadədir. Çünki xoşbəxtlik həzzdən daha geniş ifadədir. Onun içərisində həm həzz var, xoşbəxtlik ifadəsi içərisində, həm də daxili sülh var, daxili barışıqlıq var, huzur var. Huzurla həzz birləşəndə biz buna xoşbəxtlik deyirik. Dolayısıyla onda ilk başdakı cümlə buna gətirib çıxarır ki, telefon texnologiya qısa müddətli, sürətli həzzlərə gətirib çıxarır. Yaxşı, biz onu uşaqlara necə verə bilərik deyə soruşursunuzsa, yəni insan həzzi yalnız texnologiyadan almır ki, insan birəbir münasibətlərdən, birəbir oyunlardan, vaxt keçirmələrdən də həzz alır. Yəni biz sizdən bu dəqiqə söhbət elədik də, burada müəyyən bir həzz aldıq. Yəni prinsipcə biz burada texnologiya ilə məşğul olmadıq ki, biz söhbət elədik. Və ya birlikdə getdik, futbol oynadıq, birlikdə getdik, tennis oynadıq. Birlikdə hansısa bir mövzunu müzakirə elədik, hansısa bir sosial fəaliyyətdə, hər şey bir yana. İkimiz birlikdə getdik bir qocalar evinə, oradakı qocalarla görüşdük, onların başını sığalladıq, onlardan nəsihət aldıq.
Həz deyilmi? Bu qədər təşəkkür edirəm doktor sizə, minnətdaram. Mən təşəkkür edirəm. Ətraflı fikirləriniz üçün. Biz yenə də sizlə daha maraqlı və mövzuları mütləq qayıdacağıq. Çox sağ olun. Sağ olun.